İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi olan Məmməd Həsənovla həmsöhbət olacağıq. Onunla birlikdə necə oldu ki, yüksəliş müsabiqəsində qalib gəldi? Bu haqda danışırıq, həm də peşəkar mühit qurmaq üçün. Burada komandanın rolu nədən ibarətdir? Düzgün komanda deyəndə bizim ağlımıza necə insanlar gəlməlidir? Bu haqda da müzakirəmiz olacaq və sizin də nəsə deyəcək sözünüz, sualınız, əlavəniz olsa, mütləq ki, bizimlə əlaqə saxlaya bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Məmməd, xoş gəlmisiniz. Necəsiz? Salam Nərmin xanım, çox sağ olun. İlk öncə demək istərəm. Təşəkkürümü bildirirəm verilişinizə mənə dəvət etdiyiniz üçün. Xoşdur. Qalib gələcəyinizə inanırdınız? İnanmadığım bir işə başlamıram. Oy, Ona görə də necə bu əminlik var idi sizdə? əminlik deməyim, inam deyim var idi. Hər bir həm peşəkar işdə, həmçinin də həyatımda inanmadığım bir işə başlamıram. Ona bir inam olur, ondan sonra motivasiya və daha sonra təbii ki, həyatda başladığım hər bir işdə uğurlu olmamışam, qalib gəlməmişəm. Lakin hər zaman başlayanda inamlı olmuşam. İnanmasam faktisidir. Bu daha aydındır. Yəni siz deyəndə ki, mən əmin olmadan başlamıram, mən deyəcəm ki, onda risk etmirsiniz də. Sadəcə nəyi bilirsinizsə onu eləyirsiniz. Yox, sahəmdən də göründüyü kimi risklərin idarə edilməsi sahəsində çalışıram uzun illərdir. Risk etməyi çox sevirəm. Həm iş həyatında olsun, həm içindəki qeyri işdə belə deyək, riskləri sevməsəydim risk etməyi, belə deyək, yarı peşəkar həm dağ xizə ilə məşğul olmazdım, həmçinin dağlara üst tutmazdım. Bu illəri Bazar Düzü zirvəsini fəth edədim deyə, belə deyək, qalxdım. Daha bir qalibiyyət. Belə deyək ki, hər zaman risk eləməyi sevirəm, lakin işə başlamazdan öncə hər zaman inanıram ki, zəfərə çatacağam. Bəli, yəni bu həm karyerada da, həm də şəxsi həyatda da, həmçinin idmanda da bu formada irəliləyirəm. Məmməd, bu həmişə belə olurdu. Yəni peşəkar həyata atılanda artıq bu əminlik var idi, yoxsa təcrübə qazandıqca sizə bu əminlik, güvən gəlir? Belə deyərdim, bəlkə də 1-ci sinifdəndir. Yəni məktəb dövrlərimə də gedəndə hər zaman düzdür, müəllimlər çox vaxt mənə demagog olmaqla ittiham edirdilər. Amma hər zaman öz fikirlərimə əmin olmuşam, bir qədər. Bəzən itaət eləməmişəm. İtaət eləməyi çox sevmirəm deyə, onun üçün hər zaman müəllimlər məni, ona görə də müəllimlər mənə bəzən 2 alırdınız. Yox, həmişə almışam. Yüksək qiymət alırdınız. Bəli. Aydındır. Mən istəyirəm biz danışaq ki, peşəkar mühitdə ümumiyyətlə bu ifadəni eşidəndə siz necə bir mühiti təsəvvür edirsiniz? Yəni orada kimlər var, mühit nədən və kimdən ibarətdir? Peşəkar mühit deyəndə, peşəkar mühitdə ən önəmli olan şey, peşəkar mühitin qurulması üçün ən önəmli nüans dəyərlərdir. Peşəkar mühitdə dəyərlərə dayanan bir mühit formalaşmalıdır. Burada dəyərlər deyəndə nəyi nəzərdə tuturam? Dəyər deyəndə mən etibarı nəzərdə tuturam. Dəyərlər deyəndə bir-birinə inamı, inkişaf yönümlü olmağı nəzərdə tuturam. Əgərləri bu dəyərlərə sadiq bir peşəkar mühit varsa, insanlar artıq qaydalara, qanunlara riayət eləməyi deyil, bu qaydalar, qanunlar onların içindən gələcək. Və peşəkar mühitdə ən önəmli nüans deyərdim ki, mən hər zaman bunu vurğulayıram. İşə götürən və ya korporativ işçiyə hər zaman maliyyə dilində desək, öhdəlik kimi baxmalı deyil. Yəni ona düzdür, əmək haqqı ödəyir, amma öhdəlikdir. Amma öhdəlik deyil. İşçilər şirkətin aktividir, şirkətin belə deyək, dəyəridir. Türk dilində aktivə yaxşı deyirlər, varlıq. İşçilər şirkətin bir varlığıdır. Amma öhdəlik də pis söz deyil axı. O da yaxşı sözdür. Öhdəlik deyəndə sənin məsuliyyətindir, belə deyirsən. Daha çox ödəməli olduğun bir nüans kimi gəlir. Amma varlıq isə, aktiv isə sənin üçün dəyərdir. Yəni öhdəlik dəyər ola bilməz, belə deyək. Onun üçün işçiləri düşünürəm ki, ən önəmli şey, ən önəmli nüans korporativ mühitdə dəyərlərdir.
dəyərlərə sadiq bir mühit olmalıdır və dəyərlərə sadiq mühit formalaşandan sonra həm uğur da gəlir, həmçinin gözəl bir mühitdə formalaşır. Onda bu dediklərinizi etmək kiçik şirkətlərdə, yeni qurulan bir kiçik biznesdə etmək daha rahatdır, yoxsa daha böyük, artıq oturmuş bir korporativ mühitdə bunu etmək? Düşünürəm ki, hər ikisinin də öz çətinliyi var. Kiçik bizneslərdə daha az adam olur, daha az adamla belə deyək də bunları əldə etmək daha rahatdır. Amma böyük korporativlərdə isə artıq bu bir culture formasına alınmalıdır. Əgər bu artıq belə deyək də bir nizamnamə formasına gəlməlidir. Hər kəs bir-birini sövq eləməlidir ki, bu dəyərləri yaşatsın. Aydındır. Bəs düzgün komanda deyəndə kimləri təsəvvür etmək olar? Bu haqda isə çox qısa reklam fasiləsindən sonra. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. 5-ci yüksəliş müsabiqəsinin qalibi, risk üzrə mütəxəssis Məmməd Həsənov da studiyamızdadır və orada qalmışdıq ki, necə bir komandanı düzgün komanda hesab etmək olar? Kimlərdən ibarət olmalıdır? Sayı nə qədər olmalıdır adamların oradakı? Sayı deyəndə bu bir qədər qəliz bir sualdır. Sayı nə qədər olmalıdır? Amma belə bir yanaşma var ki, əgərləri bir komanda 2 pizzaya doymursa, deməli bu komanda artıq çoxdur. Yəni 2 pizzaya doyacaq bir komanda, arıq insanlar olmalıdır, yoxsa o da var, hə. İştahsız insanlar olmalıdır. Yox, zarafat, bu bunun yumor hissəsi idi. Belə deyək, komandanın sayının az olması da, həddindən artıq çox olması da özündə müəyyən bir risklər, təhdidlər yaradır. Hər bir iş üzrə, hər bir sahə üzrə müəyyən bir say, doğru bir say var, amma bir sayı demək düzgün olmaz. Mən düşünürəm ki, bir komandada maksimum 10 nəfər işçi və 1 nəfər rəhbər olması daha belə deyək, uyğun olar. Burada elə nə qədər say düzgündür deyəndə, yəqin söhbət eləsində ondan gedir ki, bir rəhbər nə qədər adamı idarə edə bilər? Bir rəhbər nə qədər adamı idarə edə bilər də baxır pozisiya, belə deyək. Bir şöbə müdürüdürsə, şöbə müdürünün belə deyək də, şöbə müdürünə işləyən 10 nəfər olması məncə maksimum say 10 nəfər ola bilər. Departamentdə bu 60 nəfər, 70 nəfərə gəlib çıxa bilər. Əgər belə deyək, bir idarə heyəti üzvünə tabe olan insan sayısı 200-300 nəfər ola bilər və ya daha çox ola bilər. Ona görə bu asılıdır həm struktural bölgə olaraq hansı hiyerarxiyada söhbət gedir. Kiçik komanda deyəndə, yəni bir şöbə kimi nəzərə tutsaq, məncə 10 nəfər maksimum deyə bilərik ki, 2 dənə pizza yesinlər. Aydındır. Və necə insanlar olmalıdır 10 nəfər? Necə insanlar olmalıdır? Mənim üçün ən önəmli olan nüans həm işə götürərkən də, həmçinin komandalara işləyərkən komandanın öyrənməyə olan acılığı, belə deyək. Komandanın, insanların nə qədər öyrənməyə daha acıdır, nə qədər həvəslidir işə. Komandada təcrübə belə deyək, təcrübə öyrədilə bilər bir şeydir. Təcrübəsiz insan da ola bilər, amma əgər həvəslidirsə, əgərləri onun davranışı, onun xarakteri, onun dürüstlüyü, onun öyrənmək bacarığı yüksəkdirsə, o insanlardan komanda formalaşdırmaq daha düzgündür. Yəni işə götürərkən daha çox onun attituduna, davranışına, xarakterinə önəm vermək lazımdır. Amma ondan sonra isə öyrətmək işə götürəndən sonra baş verməlidir. Bunu nə ilə deyə bilərəm? İndi bizim işlədiyimiz sahə müasir dövrümüzdə elədir ki, yeniliklər gündən-günə çoxalır. Yəni sabahın problemini bugünün biliyi ilə həll etmək mümkün olmur. Buna görə də daim öyrənməyə ac, daim həvəsli, daim belə deyək, gərgin, çətin mühitlərdə işləməyə hazır, yeniliklərə açıq insanlarla işləmək komandanı uğura daşıyacaqdır.
Mən bu yaxınlarda elə bu mövzuyla bağlı demək olar ki, bir paylaşım etmişdim ki, əgər siz seçim qarşısında qalsaz, daha çətin xarakterli və daha peşəkar insanı işə götürərdiniz, yoxsa daha yola gedən, hər şeyi başa düşən, amma səriştəsiz. Mən məsələn orada fikir verdim ki, kim ki hal-hazırda idarəçidir, rəhbər şəxsdir, onlar deyir ki, biz yola gedən və səriştəsiz insanı seçərdik. Səs vermədə sanki daha çox onu istəyirdi. Çünki xarakter çətindirsə, o heç bir yaxşı nəticə ola bilməyəcək. Amma idarəçi olmayanlar isə daha çox seçirdilər digəri. Yəni ev yox, qoy çətin xarakterli olsun, amma belə bacarıqlı olsun da biz onun öhdəsindən gələrik. Siz məsələn belə bir situasiyayla rastlaşsaydınız, indi deməyin ki, üçüncü variant, yaxşı olar ki, bu da olsun. Aydındır ki, o idealıdır. O ola bilər, olsa Allah hər şey. Amma həmişə elə olmur da. Ona görə belə bir seçim qarşısında qalsaydınız, işə kimi götürərdiniz? Belə deyək. Çətin xarakter deyəndə, çətin xarakterin qaynaqlanma səbəbi nədir? Bəzən olur ki, çətin xarakter ona görədir ki, bu prinsipal adamdır. Öz doğruları var. Bu çox gözəl bir nüansdır. Amma ola bilər ki, çətin xarakterlilik onun egosundan, onun belə deyək, davranışlarından, onun belə deyək, problem çıxarmalarından əmələ gəlirsə, bu başqa bir məsələdir. Biz gəlin çətin xarakteri birlikdə gəlin aydınlaşdıraq. Toksik bir insanmıdır, yoxsa prinsipal bir insanmı? Prinsipal insan öz belə deyək, doğrularına inanan bir insan və birlikdə bu mənim üçün çox uğurlu bir insan sayaram. Amma siz dediyiniz kimi toksik və ya egosu çox yuxarı biridirsə, bununla mən qarşıda qalsam ki, daha səriştəsiz demək, səriştəsiz sözdə bir qədər düzgün olmur bura. Daha yeni öyrənməyə başlayan, daha peşəkar səviyyəsi daha aşağı olan deyək, lakin öyrənmə bacarığı yüksək, onda o işığı, o biliyi görürüksə, ikincini seçmək uyğun olar. Yenə deyim, birinci nüansı yerə dəqiqləşdirək. Bir insanın çətinliyi nədən əmələ gəlir? Prinsipallığındanmı, yoxsa toksikliyindən mi? Çətin, mən əslində orada nəzərdə tuturdum ki, çətin idarə edilən. Məsələn ki, hər ikisini sizə görə idarə etmək çətin, yoxsa kimi idarə etmək sizin üçün daha çətindir? Əgər prinsipal bir insandırsa, mən rəhbər insanları idarə etməlidir düşüncəsindən daha çox, insanları belə deyək də, neyəsə vadar eləməkdən daha çox birlikdə komandını idarə etmək lazımdır. Birlikdə deyəndə nəyi nəzərdə tuturam? Rəhbər şəxs və işçilərlə bir vəhdəti şəklində komanda idarə olunur. Tək rəhbər olsa və işçiləri olmasa bu heç bir şeydir. Yəni işçilər olsa, rəhbər olmasa bu da çox xaotik bir nüans yaranacaq. Mən yəni çətin xarakterli deyəndə prinsipal bir insandırsa, öz dəyərlərinə sadiq, bu insanla işləmək və idarə etmək mənim üçün uyğundur. Nə hansı ana kimi ki, o insan zəhərli mühit deyək, toksik bir mühit yaratmırsa. Nə edəndə bir əməkdaş onu işdən çıxardırsınız? Mən insanları işdən çıxarmağa çox pozitiv baxmıram birinci dəfədən. Təbii, yəni heç kəs yəqin ki, buna müsbət baxmaz. İnsanlar məncə heç kəs səhər duranda demir ki, mən gedim kiminsə qanını qaraldım, kiməsə bir zəhər püskürüm, od püskürüm. Heç kəs bu ideyada olmur. Dəqiq. Mən buna inanmaq Bəlkə olanlar var. Yox, mən buna inanmaq istəyirəm. İnsanlarla əgərləri bir ünsiyyətdə problemi varsa, buna mütləq şəkildə feedback vermək lazımdır. Mütləq şəkildə belə deyək, birə-bir görüşlər təşkil edib onunla müzakirə etmək lazımdır. İşdən çıxarmağa nə var ki? İnsanı belə deyək, təkcə işdən çıxarmaq kimi baxmayaq, ailə həyatında baxaq. Yəni ayrılmağa nə var və yaxud da ki, dostlarla münasibəti korlamağa nə var? Çox sadə bir seçim demək, çox sadə bir yoldur. Amma bunu birləşdirici olmaq, problemi kökünə gedib onu həll eləmək daha önəmlidir. Ona görə mən yəni işçini nə zaman işdən çıxarırsan sualını belə deməzdim. Mən işçi ilə və hər kəslə həm belə deyək, hiyerarxiyada aşağıda olan əməkdaş, həmçinin də paralelimdə olan əməkdaşlarla, hətta yuxarı məndən də hiyerarxiyada daha yuxarı olan əməkdaşlarla birə-bir görüşlər təşkil edib, ona konstruktiv bir rəylərin, feedbackləri formalaşdıraram, verərəm və nədədir problem? Necə daha yaxşı bir mühit formalaşdıra bilərik birgə? Çünki yenə dediyim kimi, əgər biz 11 nəfər komanda deyiriksə, 10 nəfər işçi, 1 nəfər rəhbər deyiriksə, 11 nəfər vəhdət şəklində olmalıdır ki, bizi uğura aparsın.
Danışanda sanki hər şey belə çox, yəni razıyam sizin dediyiniz bütün fikirlərlə, amma danışanda hər şey sanki belə rahat görünür. Sanki həmişə məsələn bu qaydanı istənilən situasiyalara tətbiq etmək olur. Amma reallığa gələndə başa düşürsən ki, yox, komandadan komandaya da fərq var, insandan insana da, hətta hadisədən hadisəyə də fərq var. Bizim əhvalımızın dəyişkənliyi də məsələdə rol oynayır. Ona görə sanki icra həmişə belə olmaya bilir. Bəli, təbii ki, icra metodologiya olaraq baxanda hər şey çox gözəl səslənir, amma icraatda təbii ki, bəzi problemlər üzə çıxa bilir. Amma biz nə qədər çox problem çıxsa və yaxud da ki, bunların üstəsindən gəlmək üçün yollar axtarmalıyıq. İnsanları itirmək məncə çox sadə qərardır, çox rahat qərardır, amma onları qazanmalıyıq. Niyə qazanmalıyıq? Önəmli olan bir müddətdən sonra hər hansı bir sektorda işləsən, sənin haqqında fikir formalaşır. Və sən nə qədər çox insan qazansan, nə qədər çox insan sənə inansa, o da çox insan sənə işləmək istəyir. Bu günlərə sən ola bilər 3 nəfərlə gözdən çıxarasan, amma sənə inanıb artıq gəlməyəcəklər sənə işləməyə. Sənin yeni bir ideyan olanda sənə dəstək verməyəcəklər. Çünki niyə? Sən çox işçiləri, insanları tez xərcləyirsən. Dost mühitində də belədir. Yəni mən iş mühitində rəhbərlik və yaxud da ki, dost mühitində bir rəhbərlik olsun, ailədə rəhbərlik olsun, bunlar hamısı paralel kimi baxıram. Əgər bir insan rəhbər işdə ola bilmirsə, deməli evdə də rəhbər ola bilmir bu adam. Deməli dost mühitində bu rəhbər ola bilmir. Rəhbər deməyim dost mühitində, yəni dost mühitində də bunun sözü keçmirmi deyim, bunun yaxşı dostları yoxdur. Mən ümumiyyətlə buna çox fikir verirəm ki, əgər bir insanın ətrafında dostu yoxdursa, deməli bu çox insanın hansısa xarakterində bir problemi var. Liderlik və birləşdirmə qabiliyyəti deməli yoxdur. Ünsiyyət qabiliyyəti yoxdur. Ünsiyyət qabiliyyəti olmayanda da ki, liderlik qabiliyyətin olmur. Yüksəlişdə də qalib gəlmək üçün bunlar vacibdir. Bəli, inanıram ki, mənim yüksəlişdə qalib eləyən nüanslardan, ən önəmlərindən biri məncə mənim pozitivliyim idi. Yəni insanlara ilk baxışda belə deyək də yüksəliş müsabiqəsinin yarımfinal və final mərhələlərində 7 və ya 8 nəfər bir masa arxasında əyləşir və sən masa arxasında əyləşərkən qarşındakını hiss elətdirirsən. Qarşındakı səni ilk baxışdan, ilk dialoqdan nə hiss edir, necə özünü hiss edir səninlə danışarkən. Bunu ötürməlisən və burada pozitivliyi sənin belə deyək də müzakirəyə açıq olduğunu, sənin qarşındakı fikirlərinə hörmət elədiyini, bunu ilk baxışda ötürməlisən ki, qarşı tərəflər də səni belə deyək stakeholderlər deyək, 7 nəfər səni qəbul eləsin, sənə qarşı belə sərhəd hörməsin ki, Məmməd nə deyir, biz ona əks gedək və yaxud da ki, başqa Məmməd mənə rəqibdir kimi yox. Məmmədlə biz birlikdə bu oyunu 2 və ya 3 tur oyunu oynayacağıq və mənə bir müttəfiqdir, fikirlərinə hörmət eləməliyəm, komandanı daha yaxşı bir nöqtəyə çatdırmaq üçün yaxşı ideyaları var. Ona görə düşünürəm ki, yüksəlişdə də yəni bu dediyimiz xüsusiyyətlər tam qələbəyə aparan yolda önəmli bir pay sahibdir. Yəni siz pozitivliyinizi insanlara hiss etdirirdiniz. Pozitivliyimi, onları dinlədiyimi, onlara fikirlərinə hörmət elədiyini və belə konstruktiv bir dialoqlar çərçivəsində uğura gedəcəyimizi və belə deyək, inanılan bir partner olduğumu onlara göstərdiyimi inanıram. Sadaladığınız o 4 dənəni anlayıram ki, necə qarşı tərəfə göstərmək olar, ona inandırmaq olar ki, bəli mən beləm dinləyirəm, biz bir yol tapa bilərik və s. Amma pozitivliyi necə insana ilk baxışda tanış olursunuz və ona bildirirsiniz ki, mən pozitivəm. Yəni bunun bir xüsusi bir düsturu, bir qaydası. Pozitivlik bəlkə düzgün olmadı, enerji. Bir insandan məsələn, mən bu günləri sizdən gələndə, siz otağa daxil olanda, mən sizdən o enerjini aldım ki, sizin pozitivliyiniz və bu dialoqumuzun maraqlı keçəcəyi. Ay, çox sağ ol. Qarşılıqlı oldu. Bəli. Deməli ancaq bu enerji səviyyəsində baş verir də, bir xüsusi düstur falan yoxdur. Yox, bu sadəcə enerji səviyyəsi. Hiss edirsən ki, bir məclisə gedirsiniz, əyləşirsiniz, görürsünüz ki, bir insan yaman qaşqabaqlıdır və yaxud da nəsə narahatdır. Narahatçılıq hissi büruzə verir və yaxud da bir insan daha çox rahatdır. Ətrafa bu enerji önəmli bir şey olduğunu inanıram ki, enerji, müsbət bir enerji ətrafa bəxş eləyir. Belə. Komanda yığanda da buna diqqət edirsiniz. Məsələn, kimdənsə enerji almırsınızsa, onu sevmirsinizsə, bəyənmirsinizsə, hər nə qədər yaxşı mütəxəssis olsa da ola bilərmi ki, işə götürməyəsiniz?
Yox, işə götürülmə prosesi bir qədər çox qəliz bir prosesdir. Nə baxımdan? Bir insanın sadəcə sən keçmiş təcrübəsinə baxırsan və sadəcə 20 dəqiqəlik bir intervyu, müsahibə prosesi gedir və sən qərar verirsən ki, bu adamla 2, 3 və ya bəlkə də 5-6 illik bir yola çıxacaqsan. Ona görə çox çətin bir belə deyim, riskli bir proses olduğunu inanıram mən işə götürmə prosesinin. Çünki sən bir əlində məlumat var ki, keçmişdə nələr eləyib və 20 dəqiqəlik bir vaxtın var ki, sən anlayasan ki, sizin komandaya bu oturur yoxsa oturmur. Mən ümumilikdə işə götürərkən həm xarakter baxımında nəyə əsas fokus oluram ki, əməkdaşlarla necə ünsiyyət quracaq? Bizə toksik bir mühit yaratmayacaqmı? Bunlar da çox önəmli. Bilik və bacarıqdan önəmli olan bu nüanslar da var ki, ola bilər ki, səbətdəki bir çürük alma bütün səbətdəki almaları korlaya bilər. İşin belə deyək də inkişafında mənfi təsiri və nəinki komanda yoldaşları ilə, həmçinin onunla bərabər olan digər departament, şöbə əməkdaşlarına necə ünsiyyət quracaq, onlarla dil tapacaq, tapmayacaq. Müasir dövrümüzdə yəni bilik və bacarıqlar indi elə bir səviyyədədir ki, hər kəsə çox rahatçılıqla əldə olunur. Və bilik və bacarıqlara təkcə baxdıqda hamı bunları əldə edə bilər. Həm açıq öyrənmə şəbəkələri artıq çoxdur, kitablar artıq çox rahatlıqla əldə etmək olur. Hər bir sahədə də bilik və bacarıqları əldə edə bilirsən. Amma digər dediyimiz bu yumşaq bacarıqlar, soft skillləri gəldikdə isə bunlar daha önəmlidir və hər bir vəzifə üçün bunun bir xüsusiyyəti var. Bəzən kiçik mütəxəssis götürürsənsə, orada da sən baxırsan onun digər xüsusiyyətlərinə, xarakterinə, xüsusiyyətinə. Baş mütəxəssis götürürsənsə, onlara baxmasan. Bəli, fərqli-fərqli qiymətləndirirsən. Fərqli olğunluq gözləyirsən onlardan, amma bir gözləntin olur. Və dediyim kimi 20 dəqiqəlik, 30 dəqiqəlik bir müsahibə nəticəsində qərara gəlməlisən ki, sən bu insanla 4 illik, bəlkə də 5 illik bir yola çıxırsan. Sizcə elə orada da qərar verirlər rəhbərlər, HR-lar, menecerlərin işə götürən, yoxsa daha əlavə sonra ehtiyac varmı ki, o həmin görüş bitsin, əlavə yerlərdən fikirlər soruşulsun, tövsiyələr və s. başqa araşdırma, deyək ki, sosial şəbəkələr hesablarına baxmaq? Belə deyim, mən öz təcrübəmdən desəm, ilk müsahibə və CV-yə baxdıqdan sonra 90% qərarımı verirəm. Yəni 90% sadəcə mən dəqiqləşdirmək üçün, belə deyək də, təsdiq olunması üçün ola bilər köhnə iş yerindən əgər bir tanış varsa ondan soruşum ki, necə əməkdaş idi, amma müsahibə nəticəsində belə deyək də 90% artıq qərar verilir. 90-95% qərar verilir. Bəs sosial şəbəkə hesabları nə qədər vacibdir sizin üçün? Məsələn, nə paylaşır, zövqü necədir? Mənə görə o vacib deyil, o daha çox bəlkə təhlükəsizlik üçün bir maraqlı ola bilər, çünki orada paylaşdığı hissələr və yaxud da bank sahəsində işləyirsə, bu mərc oyunlarından uzaq durmalıdır. Bu kimi nüanslar onlara maraqlı ola bilər, amma mənim üçün, peşəkar mühit üçün sosial şəbəkə istifadə edir, etmir, orada nə paylaşır, ailəvi vəziyyəti necədir falan, bunlar maraqlı deyil. Aydındır. Peşəkar həyata ilk atılan insanlar var da, ola bilər ki, heç vaxt çalışmayıb, yaşın necə olmasının fərqi yoxdur. Başlayır, məhz bu sahədə nəsə etmək istəyir, indi artıq özünü bir mütəxəssis kimi bazara tanıtmaq istəyir. Sizcə burada ilk addımlar, doğru addımlar hansılar olmalıdır? Doğru addımlar hansılar olmalıdır? Çox gözəl sualdır. İşə başlamaq üçün hansı sahədə işləmək istəyir, bu çox önəmlidir. Bəzən öz tələbəlik illərimə də qayıdanda mən bir qədər bu sahədə xoşbəxtəm ki, istədiyim sahədə və istədiyim mühitdə işə başladım. Lakin hər kəsdə eyni cür olmur. Bəzi dostlarım, belə deyək, tələbə yoldaşlarım sadəcə ilk işlərinə başlayım deyə və yaxud da ki, pul qazanım deyə başlayırlar. Amma mən düşünürəm ki, istədiyin sahədə işə başlamaq bir-iki ay gözləyib,
daha çox nədə istəyirsən çalışmaq bu daha önəmlidir. Çünki ikinci halda nə baş verir? Əgər sən istəmədiyin bir işdə başlayırsansa, sən ola bilər ki, karyeranı 5 ildən sonra ayılıb görəsən ki, mən axı bu olmaq istəmirdim. Mən bunun üçün 11 il məktəb oxuyub, 4 il institut, 2 il magistratura oxuyub, oxumuşam və bunu istəmirdim gəlməkçi çıxır. Amma ona görə insan harada sən olmaq istəyirsən, son nöqtən sən haradır, belə deyək, son nöqtən deməkdir. Karyera gedib çatmaq istədiyin yer. Gedib çatmaq istədiyin yer haradırsa, sən o istiqamətdə işə başlamalısan. O istiqamətdə işə başlayırsan, sən daha uğurlu olacaqsan. Doğrudur. Bu ən yaxşı haldır. Təbii ki, hər kəs istəyir ki, bir dəfədən özünün hara aid olduğunu, nə olmaq istədiyini tapsın, amma biz insanıq və hər dəfə bu dərhal belə olmur da. Və olur ki, məsələn, bir neçə yerdə özünü sınayırsan və daha sonra başa düşürsən ki, hə, mən bura aid imişəm. Ona görə belə keçidlər etmə məcburiyyətində də qalır insanlar. Məncə, yəqin ki, bundan qorxmaq lazım deyil. Yox, təbii. Və düz yaş faktoru var. İndi artıq ailə, uşaq məsuliyyətlər olanda keçidlər etmək, bir müddət işsiz qalma ehtimalı var və s. Yəni çətinliklər olur. Məs həmin dövrə sizcə həm psixoloji olaraq, həm nə etmək olar? İşi necə axtarmaq lazımdır? Nə etmək olar? Gözəl yazı. Amma burada bir nüansını dəqiqləşdirək ki, bizim dediyimiz indi situasiyada vəziyyət necə idi? İnandığı sahədə işə başlayır, işləyir. Bu bir müddətdən sonra görür ki, bu ona görə deyil, bu təbii haldır və iş yerini dəyişmək istəyir və indi yenidən inandığı sahə nədirsə o sahəyə getmək. Tamam fərqli sahəyə getmək istəyir. Hə, bu formada olduğu halda yenə də bir insana əgər sən düşünürsən ki, bir sahədə artıq edə biləcəyin hər bir şey eləmisənsə və ya artıq bu sahədə sənin qatacağın bir şey yoxsa, nə o sahənin sənə qatacağı, nə sənin də ona qatacağın bir əlavə dəyər yoxdursa, təbii ki, burada nə eləmək lazımdır? İş yerini dəyişmək və yaxud da ki, daha sənə maraqlı olan bir sahəyə keçmək lazımdır. Keçidlər, yeniliklər hər zaman ağırlı, acılı olur. Çox təbii bir nüansdır bu ağrıların olması. Amma əgər sən düşünürsən ki, inanırsan ki, bu dəyişiklik sənə uğura aparacaq və sənin doğrudan istədiyin budur, onun arxasınca hər zaman getməlisən. Mən inandığım budur. Ola bilər 2-3 ay sən geri düşəsən və yaxud da ki, zaman bir qədər nisbi bir anlayışdır. Yəni zamana belə baxanda zaman biz nəyə deyirik? Misal üçün də zaman anlayışı mənə görə bir nisbidir. Kimə görə ola bilər ki, 70 il yaşayır, bu 35 yaş elə yolun yarısıdır. Kimə görə də 35 il yaşayırsa bu artıq zamanı bitib. Ona görə həm yaşdan çəkinmək lazım deyil, işlədiyin illərdən çəkinmədən qərar vermisənsə ki, iş yerini dəyişməlisən və ya sahəni dəyişməlisən, ona getməlisən və o sahədə bilik və bacarıqları artırmalısan bir peşəkar olaraq. Bu formada düşünürəm. Cəsarətli olsunlar yəni. Cəsarət. Mən bunu başa düşdüm müzakirəmizdən. Bəs yaxşı, siz əgər seçim qarşısında qalsaz, təcrübəli və motivasiyasız işçi ilə əksi, motivasiyalı amma təcrübəsiz, bu halda necə seçim edərdiniz? Ola bilər ki, bizi kimsə gənc rəhbərlər, menecerlər falan dinləyir. Məsələn, o insanlar belə seçim qarşısında qalanda necə doğru davransınlar? Mənim qeyd etdiyim kimi, ya da bu nüansa toxunduq, motivasiyalı və təcrübəsiz işçi daha önəmlidir. Niyə? Qeyd elədik ki, indiki müasir dövrümüzdə o qədər çox sürətli yeniliklər baş verir ki, sabahın problemləri ilə bugünün bilikləri ilə həll eləmək olmur. Daim öyrənməlisən. Əgər motivasiyası yoxdursa, təcrübəlidir. Deməli, sabahın problemləri ilə qarşılaşanda nəyisə öyrənməyəcək. Yəni motivasiya əsasdır. Motivasiya birmənalı olaraq əsasdır. Gördüyümüz işi sevə-sevə görməliyik. Həm işdə, həm evdə yemək bişirəndə də sevə-sevə görməliyik. İdman eləyənlərə sevə-sevə idman eləməliyik. Düşünməli deyilik ki, biz misal üçün çəki itirmək üçün idman eləyirik. Çəki itirmək üçün deyil, doğrudan da sevdiyimiz üçün idman eləməliyik. İşə gedəndə sadəcə altıdan sonra evə gəlmək üçün deyil, o işi də dəyər qatmaq üçün işə getməliyik və günün sonunda əgər motivasiyasız işə gedirsənsə, sən günün sonu çox yorğun olacaqsan. Sən sadəcə günümüzün neçə saatını işlə keçiririk. Yəni biz tıxacları saysaq, biz 8-9 saat. Tıxacları da sayın, hazırlaşmanı da sayın. Yəni 12 saat. Bəli, 12 saat. 12 saat biz işdə keçirir, 8 saat yatırıqsa, cəmi 4 saat özümüzə vaxt qalır. Motivasiyasız 12 saat
işləmək həm məncə stressə salar insanı, həm sağlamlığına ziyandır. Bu formada. Aydındır. Sonda sizə soruşmaq istəyirəm ki, sizin müşahidələrinizə görə yaxşı, peşəkar bir komandanı adətən idarəçilərin hansı səhvləri dağıdır? Çox gözəl sualdır. İdarəçilərin hansı səhvləri dağıdır deyərkən, komandada ünsiyyət. Əgər düzgün ünsiyyət qurulmursa, zamanında müdaxilə olunmursa, bəzən olur ki, kiçik problemlər olur. Rəhbər buna laqeyd yanaşır. Deyir, düzələr öz sözünə. Amma bu kiçik problemləri vaxtında emosiyasız, yəni emosionallığı qırağa qoyaraq, amma vaxtında müdaxilə edilmədiyində çox böyük problemlərə gətirib çıxarır. Ona görə ünsiyyət çatışmamazlığı komandaların dağılmasına ana meyarıdır. Düzgün şəkildə komandaya belə deyək, öhdəliklərin, işlərin ötürülməməsi ana problemlərdən biridir. Əgər bir işçi rəhbərin nə istədiyini anlamırsa, o işçi həm demotivasiya olur, həm yaxşı bir iş göstərə bilmir. Ona görə nə lazımdır? Rəhbərin işçiyə verdiyi belə deyək, işlər çox səlis, çox dəqiq şəkildə işçi bilməlidir ki, ondan gözlənti nədir? Düzgün gözləntiləri formalaşdırmalıdır rəhbər. Bu bir. İkincisi də ki, ünsiyyət, daim ünsiyyətdə olmalıdır. Daim kiçik problemlər belə olsa, o problemləri qısa zamanda həll etməyə çalışmalıdır bu formada. Tamamilə razıyam. Danışmaq çox vacibdir. Problemləri yəqin ki, həll edə bilməyin ən vacib və ən əsas, mənə görə tək yolu hətta budur, danışmaq. Və bir də biz nəyisə danışmırıqsa, ifadə etmiriksə və qarşı tərəfin bunu anlamaması ki, biz görəsən indi nə düşünürük, nə demək istəyərdik əslində, bizim gözləntilərimiz nədir? Bunu anlamaması onun günahı demək deyil. Bu tamamilə burada məsuliyyət bizim üstümüzdədir ki, biz danışıb ifadə etmədik bunlara. Razısınız? Razıyam. Təşəkkür edirəm. Bugünkü həmsöhbətim 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibi oldu. Məmməd Həsənovla birlikdə biz müzakirə etdik ki, peşəkar mühit qurmaq üçün ümumiyyətlə nələri bilmək lazımdır və necə oldu ki, o yüksəliş müsabiqəsində qalib gəldi.